Dünən Xaçmaz rayonunun Qarabağlı kəndində iş yoldaşı olan qadınla birgə dəm qazından boğularaq ölən Namiq Tağıyevin iş adamı olduğu üzə çıxıb. Kənd sakinlərinin sözlərinə görə Namiq Tağıyev xeyli müddət əvvəldən Bakıya köçüb və işini paytaxtda qurub. O, ara-sıra doğma kəndinə gedirmiş. Bildirilib ki, Tağıyev Bakıda müxtəlif sahələrdə çalışıb, o bir neçə il əvvəl Oskar mətbəəsini yaradıb və bu mətbəənin direktoru olub. Məlumatçıda Tağıyevlə birgə həyatını itirən Xalidə Mustafayeva da həmin mətbəədə çalışıb. Xatırladaq ki, ötən gün Xaçmaz rayonunda 2 nəfər dəm qazından boğulub. Rayonun Qarabağlı kənd sakinləri 1968-ci il təvəllüdlü Tağıyev Namiq Rızaoğlu və 1976-cı il təvəllüdlü Mustafayeva Xalidə Yadigar qızı dəm qazından boğularaq ölüb. Hər iki şəxsin meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Xəstəxanasının morquna gətirilib. Faktla bağlı araşdırma aparılır. Cabir Məmmədov, Emin Kərimov, Səs TV, Xaçmaz.